Salam. Bugün çox vacib bir mövzunu, uşaqların həyatını xilas etməklə bağlı kritik bir yenilənməni müzakirə edəcəyik. Salam. Bəli, mövzu həqiqətən aktualdır. Söhbət Amerika Ürək Assosiasiyası, yəni AHA və Amerika Pediatriya Akademiyası AAP-nin birlikdə hazırladığı 2025-ci il üçün pediatrik ilkin əsas yaşayış dəstəyi, qısaca EAD təlimatlarından gedir. Bu təlimatlar yenilənib. Bəli, bu 2020-ci ildən bəri bu sahədə, yəni uşaqlara ilkin yardım sahəsində ilk böyük yenilənmədir. Yeni doğulmuşları çıxmaq şərti ilə körpələr və uşaqlar üçün qaydalarda ciddi dəyişikliklər var. Düzdür. Bizim də əsaslandığımız mənbə məhz bu təlimatların rəsmi 6-cı hissəsidir. Və bizim buradakı məqsədimiz, bilirsiniz, bu vacib yenilikləri sizin üçün istər narahat bir valideyn olun, istər bir qəyyum, müəllim ya da təcili yardım göstərən peşəkar ən aydın, ən anlaşılan şəkildə çatdırmaqdır. Yəni məqsəd hər kəsin hazırlıqlı olmasıdır. Ay sağ ol ki, kritik anlarda nə edəcəyinizi biləsiniz, hazırlıqlı olasınız. Bəli, çünki bu yeniləmə, necə deyim, çox vacibdir. Təcili vəziyyətdə atılan doğru addımlar həqiqətən də böyük fərq yarada bilər. Gəlin məsələnin ciddiliyini anlamaq üçün bəzi rəqəmlərə baxaq. ABŞ-də məsələn, hər il 20 mindən çox uşaq xəstəxanada, yəni ICA dediyimiz Xəstəxana daxili ürək dayanması. Bəli, xəstəxana daxili və 7 mindən çox uşaq isə xəstəxanadan kənarda, yəni OHCA ürək dayanması ilə üzləşir. Bunlar əslində kifayət qədər böyük rəqəmlərdir. Həqiqətən çox təsir edicidir. Bəs uşaqlarda ürək dayanmasının səbəbləri böyüklərdən fərqlənir. Biz adətən ürək problemi düşünürük, amma deyəsən uşaqlarda vəziyyət başqa cürdür. Çox doğru bir məqama toxundunuz. Baxın, böyüklərdə ürək dayanması çox vaxt birbaşa ürəyin öz problemi ilə, məsələn, infarktla bağlı olur. Amma uşaqlarda, xüsusilə də anadan gəlmə ürək qüsuru olmayanlarda vəziyyət fərqlidir. Necə yəni? Onlarda ürək dayanması adətən ikincili hadisə kimi baş verir. Yəni, əsas problem çox vaxt getdikcə pisləşən tənəffüs çatışmazlığı və ya şok olur. Bu da nəticədə ürəyin dayanmasına gətirib çıxarır. Aydındır. Deməli, əsas problem tənəffüs olur çox vaxt. Məsələ. Buna görə də uşaqlara yardım zamanı tənəffüs dəstəyi xüsusi əhəmiyyət daşıyır. Buna birazdan daha detallı toxunacaq. Deməli, tənəffüs. Yaxşı. Bəs sağ qalma şansları necədir? Bu rəqəmlər ümidvericidirmi? Burada mənzərə biraz qarışıqdır, necə deyim. Xəstəxana daxili ürək dayanmalarında, yəni IHCA-da yaxşıya doğru bir meyl var. 2022-ci ilə qədər sağ qalma göstəricisi təxminən 44,2%-ə çatıb. Bu yaxşı göstəricidir əslində. Bəli, bu əlbəttə həkimlərin səyi, yeni protokollar sayəsindədir. Amma xəstəxanadan kənarda, yəni OHCA hallarında, evdə, məktəbdə, küçədə baş verəndə vəziyyət daha ciddidir. Orada sağ qalma 6,6 ilə 17,3% arasında dəyişir. Çox aşağıdır bu. Niyə belə fərq var? Əsas səbəblərdən biri, təbii ki, xəstəxanadan kənarda peşəkar yardımın daha gec çatmasıdır. Və bir də ətrafdakı insanların, yəni sıravi şəxslərin CPR-a, ürək ağciyər reanimasiyasına başlamaqda tərəddüd etməsi və düzgün bacarmamasıdır. Aha. Bir maraqlı məqam da var. Xəstəxanadakı nəbzsiz ürək dayanmalarında sağ qalma son vaxtlar bir növ platoya çatıb, yəni ciddi artım yoxdur. Ona görə də indi diqqət təkcə həyatı xilas etməyə yox, həm də sağ qalan uşaqların neyroinkişaf nəticələrinə yönəlib. Yəni beyin funksiyalarının qorunması. Bəli, məhz o. Beyin nə dərəcədə zərər görüb, sonradan həyat keyfiyyəti necə olacaq? Baxın, sağ qalanların təxminən yarısı, 47%-i əlverişli nevroloji nəticə göstərir. Amma bəzilərində sonradan öyrənmə çətinliyi, yaddaş problemi kimi, yəni kognitiv pozğunluqlar olur. Aydındır. Deməli, təkcə yaşatmaq yox, həm də sağlam yaşatmaq önəmlidir. Bu baxımdan mənbəmizdəki o yenilənmiş pediatrik sağqalma zənciri çox məntiqli görünür. Onun halqaları nədir? Bəli, o zəncir şəkil 1-də var, sağ qalma şansını artıran artıcıl addımları göstərir. 6 əsas halqası var. Birincisi, profilaktika. Bəlkə də ən vacibi budur. Qəzaların qarşısını almaq,
boğulma təhlükəsi olan əşyaları uzaq tutmaq, körpəni arxası üstə yatırtmaq, köpəykiyar təlimləri. Yəni, hələ problem olmamışdan qabaq görülən tədbirlər. Ay sağ ol. İkincisi, erkən tanıma və KPR-ə başlama. Üçüncüsü, təcili tibbi yardım sistemini aktivləşdirmək, yəni yüzüçü yığmaq. 4. İxtisaslaşdırılmış reanimasiya, təcili yardımı və ya xəstəxana personalının işi. 5. Ürək dayanmasından sonraki qulluq. 6-cısı isə bərpa, bu nisbətən yenidir. Sağ qalan uşaq və ailəsinin uzunmüddətli dəstəyi, reabilitasiyası. O 6-cı halqa, deməli o neyroinkişaf məsələsini də əhatə edir. Bəli, tamamilə. Deməli, profilaktika və sıravi insanların erkən KPR-ı xüsusilə xəstəxanadan kənar hallarda çox kritikdir. Yaxşı, indi gələk ən maraqlı yerə, bu yeni təlimatlarda konkret nə dəyişib? Ürək dayanmasını necə tanımalıyıq və KPR-a nə vaxt başlamalıyıq? Əsas əlamətlər deməli dəyişməyib, uşaq ətrafdakı təsirlərə, səslənməyə, toxunmağa cavab vermirsə və nəfəsi ya yoxdursa, ya da anormaldırsa, məsələn, qızolmalarla, xırıltılı, çox səthi nəfəs alırsa, bunlar ürək dayanması əlaməti ola bilər. Ən vacib mesajlardan biri budur, əgər siz sıravi bir şəxssinizsə, yəni tibbi təhsiliniz yoxdursa və uşağın cavab vermədiyini, normal nəfəs almadığını görürsünüzsə, nəbzi yoxlamağa vaxt itirmədən dərhal KPR-a başlayın. Deməli, heç tərəddüd etmədən. Qətiyyən. Bu çox önəmli vurğudur. Tibb işçiləri nəbzi yoxlaya bilər. Amma bu da 10 saniyədən çox çəkməməlidir. Əgər 10 saniyəyə nəbz tapmadısa və ya əmin deyilsə, onlar da dərhal kompressiyalara başlamalıdır. Ardıcıllıq isə C-A-B olaraq qalır. Kompressiya, hava yolu, nəfəs vermə. Bəs yüksək keyfiyyətli KPR deyəndə nə başa düşək? Kompressiyaları necə etməliyik? Düzgün etmək üçün nəyə fikir verməliyik? Yüksək keyfiyyətli KPR sağ qalmaq üçün, bilirsiniz, kritikdir. Bu, sadəcə nəsə eləmək deyil, düzgün eləməkdir. Əsas prinsiplər bunlardır. 1. Düzgün tezlik. Dəqiqədə 100-120 dəfə. Bu, kifayət qədər sürətli tempdir. 2. Düzgün dərinlik. Döş qəfəsinin ön-arxa diametrinin ən azı 1/3 qədər. Bu, körpələrdə təxminən 4 santim, uşaqlarda 5 santim deməkdir. Bu dərinliyə çatmaq vacibdir. Amma həddindən artıq, yəni uşaqlarda 6 santimdən dərin də olmamalıdır. 1/3 dərinlik, 100-120 tezlik. Başqa? 3. Tam geri açılma. Hər basmadan sonra döş qəfəsi tam qalxmalıdır. Əlinizi söykəməyin. Bu, ürəyin qanla dolması üçün vacibdir. 4. Fasilələri minimuma endirmək. Kompressiyalarda fasilələr çox qısa olmalı, 10 saniyədən az. Hər fasilə beyinə qan axınını kəsir. Və 5. Həddindən artıq nəfəs verməkdən qaçmaq. Çox tez və ya çox güclü nəfəs vermək də ziyandır. Deməli, dərinlik və fasiləsizlik çox önəmlidir. Və bax, burada gəlirik yeni təlimatların deyəsən ən böyük dəyişikliklərindən birinə. Körpələrdəki o kompressiya texnikasına. Düz eşitmişəm ki, illərdir öyrədilən 2 barmaqla kompressiya artıq tövsiyə edilmir. Bu çox ciddi dəyişiklikdir axı. Bəli, bu həqiqətən də çox əhəmiyyətli bir yenilikdir və praktikaya birbaşa təsir edir. 1 yaşa qədər olan körpələrdə 2 barmaqla adətən şahadət və orta barmaqla döş sümüyünün aşağısına edilən kompressiya artıq tövsiyə olunmur. Niyə? Səbəb nədir? Əsas səbəb odur ki, baxın, çoxsaylı araşdırmalar, təcrübələr göstərir ki, bu üsulla tələb olunan o kompressiya dərinliyinə, yəni ən azı döş qəfəsinin 1/3 ya da təxminən 4 santimetrə çatmaq çox vaxt mümkün olmur. Yəni, bu üsul sadəcə kifayət qədər effektiv deyilmiş. Vay, bu çox maraqlıdır. İllərdir bunu öyrənirdik. Bəs, əgər 2 barmaq üsulu artıq yoxdursa, körpələrə necə kompressiya edək? Hansı üsullar var indi? İndi körpələr üçün 2 əsas texnika tövsiyə edilir. Xilasedici vəziyyətə görə birini seçə bilər. Birincisi, bir əlin ovucuyla kompressiya. Bu, əslində uşaqlarda istifadə edilən üsuldur, amma indi körpələr üçün də tövsiyə olunur. Bir əlin ovucunun alt hissəsini körpənin döş sümüyünün aşağısına qoyub basırsan. Bir tədqiqat göstərir ki, bu 2 barmaqdan daha dərin kompressiya verir. Aha, bir əllə. Bəs ikinci üsul? İkincisi, 2 baş barmaqla döş qəfəsini əhatə etmə texnikası. Bunda hər 2 əllə körpənin döş qəfəsini qucaqlayırsan, baş barmaqlarını döş sümüyünə qoyursan, o biri barmaqlarla kürəyi dəstəkləyirsən və baş barmaqlarla basırsan.
Simulyasiya tədqiqatları göstərir ki, bu da ləğv edilən 2 barmaq üsulundan daha effektivdir. Qan təzyiqini daha yaxşı saxlayır. Bəs bu iki yeni üsuldan hansını seçməliyik? Fərqi varmı? Hansı daha yaxşıdır? Təlimatlar birinin digərindən, necə deyim, qəti üstün olduğunu demir. Hər ikisi məqbuldur. Seçim biraz xilasedicinin özündən, vəziyyətdən asılıdır. Məsələn, tək xilasedicisənsə, həm basıb həm nəfəs verirsənsə, 32, 2 baş barmaqla edəndə nəfəs verməyə keçmək biraz çox vaxt apara bilər. Amma 2 nəfərsinizsə, biri ancaq kompressiya edirsə, 2 baş barmaq çox effektiv ola bilər. Aha. Əgər xilasedicinin əlləri kiçikdirsə, ya körpə böyükdürsə, döş qəfəsini əhatə edə bilmirsə, onda bir əlin ovucu ilə etmək daha rahat olar. Əsas məsələ odur ki, hansını seçirsən seç, lazımi dərinliyə ən azı 13 və tezliyə 100-120 dəqiqə çatasan. Və bir də çox vacib praktiki məqam. Uşağı mütləq sərt səthə uzatmaq lazımdır. Ya yerə, ya da xəstəxanadasansa xüsusi lövhənin backboardunun üstünə. Yumşaq yerdə kompressiya dərinliyi itir. Bəs uşaqlara 1 yaşdan böyük gəlincə, onlarda texnika dəyişibmi? Uşaqlarda 1 yaşdan yetkinlik əlamətləri görünənə qədər əsas texnikalar dəyişməyib. Ya bir əlin ovucu ilə, ya da 2 əlin ovucu ilə, bir əl o birinin üstündə, kompressiya etmək olar. Seçim yenə uşağın ölçüsündən, xilasedicinin gücündən asılıdır. 2 əllə daha dərin olur, bir əllə bəzən tezliyi saxlamaq asan olur, amma sağ qalma baxımından qəti fərq sübut olunmayıb. Yenə əsas məqsəd keyfiyyətli kompressiyadır. Əla. Kompressiyalar aydındır. Əvvəl dediniz ki, uşaqlarda əsas səbəb çox vaxt tənəffüs problemləridir. Bu yəqin ki, nəfəs vermənin KPR zamanı xüsusi əhəmiyyət daşıdığı deməkdir. O, böyüklər üçün olan yalnız kompressiya protokollarından fərqli olaraq. Tamamilə doğrudur. Bu, uşaq KPR-ində çox vacib bir fərqdir. Böyüklərdə xüsusən şahidli hallarda ilk dəqiqələr qanda oksigen olur. Ona görə təkcə kompressiyada nəsə effekt verir, amma uşaqlarda əsas problem çox vaxt oksigen çatışmazlığı olduğundan nəfəs vermə kritik əhəmiyyət daşıyır. Yeni təlimatlar bunu xüsusi vurğulayır. Sıravi xilasedicilər, əgər bacarırlarsa və istəyirlərsə, mütləq kompressiyalarla yanaşı nəfəs də verməlidirlər. Yəni, tək xilasedici 30 kompressiyadan sonra 2 nəfər. Bəli. Əgər 2 təlimli xilasedici varsa, 15 kompressiyadan sonra 2 nəfər. Araşdırmalar göstərir ki, uşaqlarda xəstəxanadan kənar ürək dayanmalarında nəfəs verməklə edilən KPR təkcə kompressiyadan daha yaxşı nəticə verir. Bəs hava yolunu açmaq üçün, xüsusilə boyun zədəsi şübhəsi varsa nə edirik? Standart üsul başın arxaya eğilməsi və çənənin qaldırılmasıdır. Head tilt chill lift. Bu, dilin arxaya düşüb yolu bağlamasının qarşısını alır. Amma əgər uşağın yıxıldığını görmüsünüzsə, ya da boyun zədəsindən şübhələnməyə səbəb varsa, məsələn, qəza, hündürdən yıxılma, o zaman başı tərpətmədən yalnız çənəni irəli çəkmək, jaw thrust manevrini sınamaq lazımdır. Yəni, barmaqlarla çənəni qabağa itələmək. Bəli. Amma əgər bununla hava yolu açılmırsa, nəfəs verə bilmirsinizsə, o zaman yenə də başı əyib çənəni qaldırmaq lazımdır. Çünki hava yolunun açıq olması, oksigen vermək prioritetdir. Bir də vacib məqam. Əgər uşağın nəbzi varsa, dəqiqədə 60-dan çox, amma nəfəsi yoxdursa və ya qeyri-adekvatdırsa, ona xilas edici nəfəs vermək, rescue breathing etmək lazımdır. Yeni təlimatda tövsiyə olunan tezlik biraz artıb. Hər 2-3 saniyədən bir nəfəs vermək. Yəni, dəqiqədə 20-30 nəfəs. Bu əvvəlkindən daha tezdir deyəsən. Hə, əvvəl 3-5 saniyə idi. Bu yeni tezlik süni tənəffüs aparatı ilə KPR zamanı aparılan bəzi tədqiqatlarda görülən potensial faydalarla əlaqələndirilir. İndi də çox vacib, amma təəssüf ki, tez-tez olan bir vəziyyətə keçək, boğulma, yəni yad cisimlə tənəffüs yolunun tıxanması. Bu sahədə də ciddi yeniliklər var deyəsən. Uşaq ya körpə boğulanda nə etməli? Bəli, boğulma zamanı müdaxilə ardıcıllığında və bəzi texnikalarda əhəmiyyətli dəyişikliklər var. Əvvəlcə vəziyyəti qiymətləndirmək lazımdır. Uşaq güclü öskürürsə, ağlayırsa, nəfəs alanda səs çıxarırsa, bu yüngül tıxanmadır. Onda gərək dəyməyəsən, qoy öskürsün, izləyəsən. Bəs ağır tıxanma necə olur? Amma uşaq öskürə bilmirsə, ya çox zəif öskürürsə, səs çıxara bilmirsə, nəfəs almaqda çətinlik çəkirsə, göyərirsə və ya huşunu itirirsə, bu ağır tıxanmadır. Onda təcili müdaxilə lazımdır. Məhz ağır tıxanma üçün yeni ardıcıllıq belədir. Buyurun. Körpələr,
1 yaş. Ardıcıllıq indi belədir. 5 dəfə kürəyə zərbə, back blows, sonra 5 dəfə döş qəfəsinə təkan, chest thrusts. Kürək zərbəsi üçün körpəni bir əlinlə üzü aşağı, başı aşağı vəziyyətdə dizinə qoyursan, o biri əlin ovucunun altı ilə kürək sümüklərinin arasına 5 dəfə vurursan, sonra çevirirsən üzü yuxarı, o biri dizinə qoyursan, 2 barmaqla ya da o yeni tövsiyə edilən bir əlin ovucu ilə döş sümüyünün altına 5 dəfə təkan verirsən. Çox vacib. Körpələrdə qətiyyən qarın təkanı, yəni heimlich edilmir. Daxili orqanları zədələnə bilər. Deməli, 5 kürəyə, 5 döşə. Qarın olmaz. Bəli, bu 5+5 dövrü yad cisim çıxana ya körpə huşunu itirənə qədər təkrarlanır. Bəs uşaqlarda 1 yaşdan böyük? Uşaqlarda da ardıcıllıq yenilənib. 5 dəfə kürəyə zərbə, sonra 5 dəfə qarın təkanı. Abdominal thrust Heimlich manevri. Kürək zərbələri uşağı biraz qabağa əyib vurulur. Qarın təkanları isə arxadan qucaqlayıb, bir əli yumruq edib göbəklə qabırğaların arasına qoyub, o biri əllə də yumruğu tutub, içəri və yuxarı kəskin təkanlarla edilir. Bu 5+5 dövrü də yad cisim çıxana, ya uşaq huşunu itirənə qədər davam edir. Bəs niyə bu ardıcıllıq dəyişdi? Niyə indi kürəyə zərbələrlə başlayırıq? Əvvəl sanki birbaşa qarın uşaqda və ya döş, körpədə təkanı daha çox deyilirdi. Bunun bir neçə səbəbi var. Birincisi, bəzi müşahidələr, ekspert rəyləri göstərir ki, kürəyə zərbələr, xüsusən ilk cəhd kimi, bəzən yad cismi yerindən tərpətməkdə qarın və ya döş təkanlarından daha effektiv ola bilir. Yəni ilk olaraq daha az invaziv və potensial olaraq daha effektiv bir üsulla başlamaq məntiqli görünür. Aha. İkincisi, bu, təlim prosesini bir qədər sadələşdirir, bütün yaş qrupları üçün daha vahid bir yanaşma yaradır. Əgər boğulan uşaq ya körpə huşunu itirərsə, onda dərhal yerə uzadıb, KPR-ə başlayırıq, yenə nəbzi yoxlamadan birbaşa kompresiya. Hər dəfə nəfəs vermək üçün hava yolunu açanda ağız boşluğuna baxmaq lazımdır. Bəlkə cisim göründü. Bəli, əgər yad cisim aydın görünürsə, onu barmaqla ehtiyatla çıxarmağa cəhd etmək olar. Amma görünmürsə, qətiyyən kör-körənə barmağı soxub süpürmə hərəkəti eləmək olmaz. Bu, cismi daha da dərinə itələyə bilər. Bu çox vacib xəbərdarlıqdır. Bir də son vaxtlar bazarda o boğulma əleyhinə sovurma cihazları var. Təlimatlar deyir ki, bu cihazların effektivliyi, təhlükəsizliyi barədə hələlik kifayət qədər etibarlı elmi sübut yoxdur. Ona görə də onların istifadəsi haqqında tövsiyə verilmir. Standart prosedurlar hələ də əsasdır. Yaxşı, son olaraq defibrilyasiya mövzusuna da toxunaq. AED cihazları, yəni o avtomatlaşdırılmış defibrilyatorlar artıq çox yerlərdə var. Uşaqda ürək dayanması zamanı AED istifadəsi ilə bağlı nə kimi yeniliklər, vacib məqamlar var? AED-nin rolu çox böyükdür, çünki bəzi ürək dayanmaları şok verilə bilən ritmlərlə bağlı olur və onu dayandırmaq üçün tək yol defibrilyasiyadır. Əsas mesaj budur. Əgər AED varsa, onu ürək dayanması olan uşağa mümkün qədər tez qoşmaq lazımdır. Hər dəqiqə gecikmə şansı azaldır. İdeal vəziyyət 8 yaşdan kiçik uşaqlar üçün xüsusi pediatrik elektrodlardan, padlardan və pediatrik attenuatordan istifadə etməkdir. Attenuator nədir? Attenuator o cihazın verdiyi elektrik şokunun enerjisini uşaqlar üçün daha uyğun səviyyəyə endirən xüsusi bir adaptordur. Bəs əgər hadisə yerində ancaq böyüklər üçün olan standart AED varsa, yəni uşaq üçün padlar ya o attenuator yoxdursa, nə edək? İstifadə edək yoxsa təhlükəlidir? Bax, bu çox vacib sualdır və cavabı birmənalıdır. Bəli, istifadə etmək olar və edilməlidir. Əgər pediatrik avadanlıq yoxdursa, standart, yəni böyüklər üçün AED-dən istifadə etmək heç istifadə etməməkdən qat-qat yaxşıdır. Çünki əgər uşağın ritmi şok tələb edirsə, defibrilyasiya olmadan sağ qalma şansı çox aşağıdır. Yəni, böyük dozanın riski olsa belə. Təcrübə göstərir ki, standart AED-nin verdiyi daha yüksək enerji dozası ilə belə uşaqlarda təhlükəsiz və effektiv istifadə halları çoxdur. Yəni, heç nədənsə yaxşıdır prinsipi burada tam keçərlidir. Təlimli tibb işçiləri üçün isə manual defibrilyator istifadəsi də məqbuldur. Bu, dozanı daha dəqiq seçməyə imkan verir. Amma ümumilikdə istər AED, istər manual olsun, əsas məqsəd şokdan əvvəl və dərhal sonra KPR-dəki fasilələri minimuma endirməkdir. Bəs elektrodların ölçüsü, yerləşdirilməsi?
Prinsip budur. Uşağın sinəsinə bir-birinə toxunmadan yerləşən ən böyük ölçülü elektrodları seçmək lazımdır. Yerləşdirmə isə iki cür ola bilər. Ön yan, biri yuxarı sağa, biri sol yana, ya da ön arxa, biri qabağa, biri eyni səviyyədə kürəyə. Əgər elektrodlar böyükdürsə və qabaqda bir-birinə dəyirsə, onda mütləq ön arxa yerləşdirmək lazımdır. Çox əhatəli və faydalı oldu. Gəlin yekunlaşdıraq. Deməli, bugün danışdığımız AHA və AAP-nin 2025-ci il uşaq İED təlimatlarındakı ən əsas yeniliklər. Körpələrdə kompressiya üçün 2 barmaq üsulu ləğv edildi, əvəzinə bir əlin ovucu və ya 2 baş barmaqla əhatə etmə gəldi. Bəli. Boğulmada ardıcıllıq dəyişdi, körpələrdə 5 kürək zərbəsi, 5 döş təkanı, uşaqlarda 5 kürək zərbəsi, 5 qarın təkanı. Düzdür. Uşaqlarda KPR zamanı nəfəs vermənin kritik əhəmiyyəti vurğulandı, sıravi insanlar da nəfəs verməyə təşviq edildi. Xilasedici nəfəs vermə tezliyi artdı. Hər 2-3 saniyədə bir və EED-ni mümkün qədər tez varsa, uşaq atenatoru ilə, yoxdursa standart şəkildə istifadə etmək. Bəli, bunlar əsas dəyişikliklərdir. Hamısı da elmi sübutlara əsaslanaraq uşaqlarda sağ qalma və yaxşı nevroloji nəticə şansını artırmaq məqsədi daşıyır. Bu biliklər həqiqətən həyat xilas edə bilər. Ümid edirik ki, bu detallı təhlil sizi istər valideyn, müəllim, məşqçi, istərsə də tibb işçisi olun belə, kritik vəziyyətlərlə qarşılaşanda daha əminlik, daha hazırlıqlı olmağa ruhlandırdı. Bilik gücdür, xüsusilə belə anlarda, elə deyilmi? Amma, baxın, burada bir məqamı da qeyd etmək vacibdir. Bu təlimatlar hazırki elmə əsaslanan ən yaxşı təcrübələri əks etdirir. Lakin reanimasiya elmi daim inkişaf edən bir sahədir və hələ də cavabını bilmədiyimiz çoxlu suallar var. Necə yəni? Mənbənin özündə də kritik bilik boşluqları adlı bir cədvəl var. Məsələn, həqiqətən də bütün yaş qrupları üçün optimal ventilasiya tezliyi nə qədərdir? Ya kompressiya dərinliyi? Bu, uşağın yaşına görə daha spesifik olmalıdırmı? KPR zamanı ideal kompressiya ventilasiya nisbəti nədir? Ya da o bayaqki kommersiya məqsədli boğulma əleyhinə sovurma cihazları, onların real effektivliyi, riskləri barədə nə qədər məlumatımız var? Bu çox yerinə düşən bir xatırlatmadır. Deməli, elm heç vaxt dayanmır və bugünkü ən yaxşı sabah dəyişə bilər. Bu cür bilik boşluqları bizi daim öyrənməyə, araşdırmağa, sorğulamağa təşviq etməlidir. Bugün bizimlə birlikdə bu vacib mövzunu dərindən araşdırdığınız üçün sizə təşəkkür edirik. Təşəkkürlər. Ümid edirik faydalı oldu.